Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də Allah Subhanahu Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə Allah Teala, nədən ki çəkinmək əmr edirsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Zəlalət firqələri, bu əşarilər, mətrudlər, cəhmilər və həmçinin də onların dəvətçiləri barəsində olan növbəti bir videomuzdur. Hər zaman olduğu kimi dəyərli dinləyiciləri paylaşmağa, bölüşməyə yaddan çıxarmayın. Çünki nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bu videolar nə qədər çox insanlara çatdırılarsa, bir o qədər də bu xurafat dəvətçilərini, bu yalançıları tanımış və bu batil firqələrin əsl sifətini görmüş olarsınız, tanımış olarsınız. Həqiqətən də Şeyx Albani rahimehullahın dediyi kimi, nə zaman ki əhl-i sünnə vəl cəmaət, salih sələflər tövhiddən danışırsan, sənə qarşı Allaha şərik qoşan müşriklər çıxır. Allaha qarşı müşriklər çıxır və deyirlər ki, nə oldu elə, bunlar hər şeydir, şirk deyirlər. Eşitmişsiniz də yəqin ki. Hər şeyi bunlar şirk deyirlər, ancaq tövhidi öyrənməlisən. Halbuki bütün peyğəmbərlərin dəvətinin əsası ilə tövhid olur. Sonra şeyx deyir ki, sünnədən danışdığın zaman sənə qarşı bidət əhli çıxır. Allahu akbar. Deyir ki, hər bir şeyi, deyir bunlar elə hər bir şeyə dəlil istəyirlər. Hər bir şeyə deyir, dəlil olar, deyir. Biz deyir, Peyğəmbərimizin mövludunu qeyd edirik, doğum gününü qeyd edirik. Bunlar isə deyirlər ki, yox, Peyğəmbərin doğum gününü qeyd etmək olmaz. Əgər doğum günü qeyd etmək icazəli olsaydı, Allah Rasulü öz doğum gününü qeyd edər, Əbu Bakır, Ömər, Osman, Həzrət Əli də qeyd edərdilər. Lakin onlardan heç birindən bu şeylər varid olmamışdır. Sonra şeyx deyir ki, nə zaman Quran və sünnədən dəlil və sübut, burhan gətirməkdən danışırsan, sənə qarşı kör-körana məzhəbini təqlid edən məzhəbçi sufilər çıxırlar. Təsəvvür edirsiniz, qardaşlar. İnsanları tək Allaha ibadət etməyə, Qurana və sünnəyə və bu Quranı və sünnəni sahabələrin başa düşdüyü tərzdə düşməyə çağırırsan, sənə qarşı bu məzhəbçilər çıxır ki, deyirlər ki, yox, sən deyir, hansısa bir məzhəbi kör-körana təqlid edib, məzhəbi tutub getməlisən, məzhəbdən qırağa çıxa bilməzsən. Çünki bunlar bilirlər axı, insanları zomb eləmək üçün o məzhəbə tabe etməlisən. Övliyaların kəraməti barəsində kanalımız videolarında olur. Girin bax, görün insanları necə aldadırlar bu əşari və mətrudilər. Yalandan özlərini Hənəfi məzhəbi altında gizlədərək insanlara öz batil əqidələrini sırayırlar. Sonra Şeyx Albani rahimehullah deyir ki, nə zamandır mərufda, halalda əmrlərə itaat etməkdən danışırsan, onlar üçün dua etmək və nəsihət etməkdən danışırsan, bu zaman sənə qarşı xavaric və sufilər çıxırlar. Allahu akbar. Elə adamı yandıran da bax budur, qardaşlarım. İnsanları təkfir edən, müsəlmanları kafir görən, diyarları, İslam diyarlarını, müsəlman ölkələrini küfür diyarı görən kimsə, indi gəlib sənə insanları əmrlərə itaat etməyə, onlar üçün dua etməyə çağıranlara xavaric deyirlər. Allahu akbar. Necə ki, bu gördüyünüz videoda olan bu uzun saçlı, bu cırtdan kimi. Bilmirəm, vallahi mən sənə kişi cinsində müraciət edeyim, yoxsa qadın cinsində sənə müraciət edeyim. Halbuki sənin etdiyin bu əməl, bu danışdığın bu söhbətlər hamısı qadın cinsinə aid olan, qadın tərəfin etdiyi əməllərdəndir. Halbuki qadınlar içərisində elə qadınlar var ki, onlar belə kiməsə iftira, böhtan atmağı belə özlərinə sığışdırmırlar, öz mərdliklərinə. Sən bunu öz üzərinə götürmüsən. Halbuki Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki, hətta qohumunuz belə, yaxınınız olsa belə ədalətdən kənara çıxma. İnsan Allahdan qorxmalıdır. Ən azı səndə Allah qorxusu olmalıdır ki, sən qarşı tərəf haqqında danışırsan və onu təkfirçilikdə, xavariliyi ittiham edirsən. Halbuki xavaricilərə qarşı ən sərt müqavimət göstərən elə əhl-i sünnə və cəmaət salih sələflərdir. Başda da qardaş olmalı. Allah həmd olsun. Yəni bizim diyarda, bizim məmləkətdə gedir. Ona görə İbn Qudam rahimehullah qardaşlarım deyərdi ki, vallahi ki yer üzündə
zındıqlar və həmçə əşarilər kimi öz əqidələrini gizlədən ikinci bir tayfa yoxdur. Həqiqətən də bu əşarilər və yaxud da digər əhl-i sünnətdən başqa digər məzhəblər ki var, hamısında əmirlərə qarşı çıxmaq, hakimlərə qarşı çıxmaq və yaxud da müsəlmanları təkfir etmək onların etiqadlarının əsasını təşkil edir, qardaşlarım. Bunu gizlədirlər özləri. Özləri də bilirlər və bunu gizlədirlər. Və bu günləri mən sizə bəzi əşarilərin, əşari şeyxlərinin mən sizə sözlərini oxuyacağam. Orada ərəbcəsini qoymuşam, kim istəsə videonu böyüdüb baxa bilər, oxuya bilər onları. Ki onlar baxın, görün ümməti insanları necə təkfir edir. Necə ki, ən azından insanda Allahdan qorxu olmalıdır. Biz hər bir xütbəmizi başladığımız zaman insanları təqvalı olmağa, Allahdan qorxmağa çağırır. İnsan Allahdan qorxmalı və düşünməlidir ki, mən qarşı tərəfi xavaricilikdə, təkfirçilikdə ittiham edirəm. Yaxşı, bu söz ki var, deyirəm ki, qarşı tərəfə ki, sən xavaricsən. Bu söz nə deməkdir xavaric? Xavaric, xarici sözündəndir. Hakimlərə, əmirlərə qarşı çıxana xavaric deyilir. Bir baxmalısan ki, görüb qarşı tərəfin belə bir sözləri, belə bir dərsləri var. Sən onu həyatın boyu tapa bilməyəcəksən. Əksinə görəcəksən ki, bu insanlar xavariclərə qarşı ən sərt şəkildə mübarizə aparan insanlardır. İkinci xavariclərin əlamətlərindən nədir? Onlar böyük günah sahiblərini təkfir edirlər, kafir sayırlar. Bir qarşı tərəfə bax, ittiham edirsən, deyirsən ki, xavaricidir, təkfirçisidir. Bir bax gör, qarşı tərəfdə böyük günah sahiblərini təkfir edən var. Əksinə biz bugünə qədər namaz qılmayanın təkfir edənlərə qarşı ən sərt şəkildə mübarizə aparan kimsələr. Hakimə qarşı danışanlara qarşı ən sərt şəkildə mübarizə aparanlar. And o Allaha dəyərli dinləyicilər. Mən indi o videoları qoyacağam da. O yuxarıda görürsünüz də bunların o cırtdanı Səid Fudadır. Şəkili var orada. Səid Fu ilə şəkili. Səid Fu da Misirdə olan, səhv etmirsən, ya Misirdə, Yordaniyada olan əşarilərin şeyxlərindəndir, imamlarındandır. Yəni günümüzdə sağdır. Zalim hakimə qarşı, müsəlman hakimə qarşı çıxmağı icazəli görən birisidir. Mən inşallah o videonu gələn dəfə qoyacağam inşallah, baxarsınız. And ol Allaha ki, hakimə qarşı çıxmağı icazəli görən kəslərdəndir. Yəni gör kim kimə nədən danışır, nəyə ittiham edir. Allahu akbar. Yəni insan ən azı bir abır həyası olmalıdır ki, mən qarşı tərəfə bu sözü deyirəmsə, yəni mən bu kəlməmə görə Allahın qarşısında qiyamət günü cavab verəcəm. Yer üzündə insanlara qarşı ən rəhimli davranan əhl-i-sünnə və cəmaət salih sələflərdir. Təkfirdən ən uzaq gəzən kimsələrdir. Çünki təkfir Allah və Rasulun haqqıdır. Allah və Rasul kimi təkfir edirsə biz onu təkfir edirik. Allahu akbar. Lakin günümüzdə olan, mən sizə bəzi əşarilərin orada videoda da qeyd eləmişəm. İstəyənlər videonu yaxınlaşdırıb böyüdüb oxuya bilər. Bəzi əşari şeyxlərinin sözlərini gətirəcəm ki, baxın görün onlar ümmətin müsəlmanları necə təkfir edirlər. Subki İbn Teymiyyə rahimehullahı təkfir edərdi. Həmçinin də Subki öz əsərində İbn Qeym rahimehullahı təkfir edir və deyir ki, o mülhiddir, Allah ona deyir lənət etsin. Şirazi var, Abu İshaq Əş-Şirazi dövrünün əşarilərin imamı sayılırdı. Dövrünün əşarilərin imamı sayılırdı. Deyirdi ki, öz əsərində, hamısı orada qeyd olunub qardaşlar. Kimdir bizim bu etiqadlanmazsa, hansı etiqad? Əbul Həsən Əl-Əşarinin etiqadı ilə. Onlar hamısı kafirdirlərdir. Hamısı deyir kafirdirlər. Allahu akbar. Həmçinin dəyərli dinləyicilər. Burada deməli əşari şeyxlərindən İsmail Əl-Haravi var. İsmail Əl-Haravi təqlid edən müqallidləri, hansı ki o müsəlmanlar ki elmdə müəyyən bir səviyyə təqlid etmək nədir? Yəni insan hansısa bir elm əhlinə dəlillə əsasən təqlid edir. Təqlid edənləri hamısı kafir görürlər. Hətta dəyərli dinləyicilər. Sanusi öz əsərində icma, cumhurun görüşünü gətirir ki, müqallid kafirdir. Əl-Beycuri, həmçində Cüveyni, Bəqilləni nədir?
bu barədə öz fikirlərini etmişlər, söyləmişlər əsərlərində. Cövhər Tövhidə, Mənhəcüs Sədid və sairə əsərlərində bu görüşləri gətiriblər ki, təqlid əhli, yəni müqallid nədir? Müsəlman deyirlər, onlar deyir kafirdirlərdir. Allahu Akbar. Gör, yəni bu sözlərdən sonra kimə nə idi? İttiham atır, böhtan atır. Yəni ən azından yəni insanda gərək bir belə də olsa bir mərdlik olmalıdır da ki, sən indi düz deyirsən, məni xoşlamırsan, mən də səni xoşlamıram. Yəni sənin əqidəni xoşlamıram. Çünki sənin əqidən Allahın kitabına, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə zidd olan bir etiqaddır. Batil bir etiqaddır. Lakin mən danışdığım zaman sənin barədə doğru olanı söyləyəcəm. Yalan olanı mən söyləmərəm heç vaxt. Allah həmd olsun. Çünki mən Allahımdan qorxuram, çünki mən bilirəm ki, qiyamət günü mən Allahın qarşısında cavab verəcəm. Bunların içərisində, bu əşarilərin içərisində, hətta o həddə gəlib çatanlar olub ki, onlar İmam Əhmədin oğlu Abdullah ibn Əhməd Həmbəli Mücəssim adlandırıblar. Əbu Bakır ibn Xuzeyməni Mücəssim adlandırıblar. Şeyxülislam ibn Teymiyəni Mücəssim adlandırıblar. Hətta içərilərindən elə həddə aşanlar olub ki, bu imamları, bu şeyxləri kafir görənlər də olub. Burada qeyd eləmişəm qardaşlarım, ərəbcəsində baxa bilərsiniz. Özünüz görəcəksiniz. Və bu videoda dəyərli dinləyicilər, yəni burada onların əşari imamlarının sözləridir. Deməli, ümmətin alimləri barəsində, həmçinin də onların etiqadları ilə etiqadlanmayanların kafir olmaları, həmçinin də təqlid əhlinin kafir olmaları barəsində, müsəlman olmamaları barəsində. Və burada yuxarıda səsini qoymuşam Səid Fudanın. Baxın, görün Səid Fuda, yəni bu müasir bunların imamlarındandır, şeyxlərindəndir. Şəkil çəkdirib oynanda, görürsünüz. İmam Əhmədin oğlu Abdullah ibn Əhmədi Əl-Həmbəlini nə edir? Mücəssim adlandırır. Dinləyin dəyərli dinləyicilər. إنه أكثر أتباع أحمد بن حنبل مجسمة وأقرب تلاميذه من المجسمة. Tələbələrini mücəssim adlandırır. Tələbələrini, yəni o etiqadda olanları hamısını mücəssim adlandırır. Baxın. وتلاميذ أكثرهم من المجسمة. Mücəssim. حتى إنه ابنه عبد الله مسموع عنه Yəni إنه mücəssimə o demək nə? O demək nə? Bunları bidət əhli görür, zalət əhli görür. من المجسمة. Eşitdiniz dəyərli dinləyicilər? ولم Bir də qoyuram, bir də dinləyin. تقول إنه أكثر أتباع أحمد بن حنبل مجسمة وأقرب تلاميذه من المجسمة تلاميذه أكثرهم من المجسمة حتى إنه ابنه عبد الله مسموع عنه إنه من المجسمة. Mən inşallah gələn videolarımızda yəni bu insanı, Səid Fudanı zalim müsəlman hakimlərə qarşı çıxmağı videosunu qoyacağam. Yəni baxın özünüz görün. Görün kimdir təkfirçi. Xavariclikdə bizi ittiham edir təkfirçilikdə. Halbuki elə xavariclərin və təkfirçinin ən böyüyü bunlardır. Həmçinin də bu azğın tayfanın bəzi şeyxlərinin zalələt sözlərinin hamısını gətirəcəm videolarını. Müasir olan şeyxlərin sözlərini gətirəcəm ki, özünüz də görəsiniz, yəni bunlar hansı bir durumdadılar.